İnteraktiv kompüter modelləri. Salam əziz izləyicilər. Bugünkü mövzumuz interaktiv kompüter modelləri olacaq. Dərsimizdə bu modellərin nə olduğunu, necə işlədiyini və harada istifadə olunduğunu öyrənəcəyik. Müasir dünyada məlumatların öyrənilməsi və təhlili üçün kompüter modelləri geniş istifadə olunur. İnteraktiv kompüter modelləri istifadəçi ilə qarşılıqlı əlaqədə olub, verilənləri dəyişmək və nəticələri dərhal görmək imkanı verir. İnteraktiv kompüter modeli, kompüter vasitəsilə yaradılan və istifadəçi ilə qarşılıqlı əlaqədə olan modeldir. Bu model istifadəçiyə yalnız məlumatı göstərmək deyil, eyni zamanda onu dəyişdirmək, yoxlamaq və nəticələri dərhal görmək imkanı verir. Xüsusiyyətləri dinamikdir. Modeldə edilən dəyişikliklər dərhal əks olunur, yəni istifadəçi parametrləri dəyişəndə nəticələr canlı olaraq yenilənir. İstifadəçi ilə qarşılıqlı əlaqədədir. İstifadəçi modelin işləməsinə təsir göstərə, müxtəlif ssenariləri sınaqdan keçirə və fərqli nəticələri müşahidə edə bilir. Vizualdır. Model nəticələri qrafik, animasiya və digər vizual vasitələrlə göstərir. Bu da məlumatın başa düşülməsini asanlaşdırır. Təcrübə üçün uyğundur. Model nəzəri bilikləri praktik şəkildə sınamağa imkan verir. Məsələn, fiziki qanunları və ya iqtisadi prosesləri kompüter üzərində yoxlamaq mümkündür. İstifadə sahələri. Təhsil sahəsində istifadə olunur. Riyaziyyat, fizika və kimya dərslərində interaktiv kompüter modelləri tələbələrə təcrübələri virtual mühitdə sınamağa və nəzəri bilikləri praktik şəkildə öyrənməyə imkan verir. Mühəndislik sahəsində qurğuların, maşınların və müxtəlif sistemlərin iş prinsipləri interaktiv modellər vasitəsilə sınaqdan keçirilir və optimal həllər tapmaq mümkün olur. Biznes və iqtisadiyyatda bazarda məhsul və ya xidmət dəyişikliklərinin nəticələri kompüter modelləri ilə proqnozlaşdırılır. Beləliklə qərar vermə prosesləri səmərəli olur. Ekologiya və tibbdə ekosistemlərin və bioloji proseslərin dinamik təhlili interaktiv modellər vasitəsilə həyata keçirilir. Bu da tədqiqat və təcrübələr üçün təhlükəsiz mühit təmin edir. Video oyunlar və virtual reallıqda istifadəçinin hərəkətinə və qərarlarına dərhal cavab verən interaktiv mühitlər yaradılaraq oyun və virtual simulyasiya təcrübəsi təmin edilir. Nümunə. Fizika dərsində sürət, kütlə və qüvvə arasındakı əlaqəni öyrənmək üçün interaktiv modeldən istifadə olunur. İstifadəçi kütlə və qüvvəni dəyişdirir, model isə nəticədə sürətin necə dəyişdiyini dərhal göstərir və bu sayədə tələbə nəzəri bilikləri praktik olaraq sınayaraq daha yaxşı başa düşür. İndi isə mövzu ilə bağlı test nümunələrinə baxaq. Yekun. Bugün interaktiv kompüter modellərinin xüsusiyyətləri, istifadəsi və tətbiq sahələri öyrənildi. Bu modellər nəzəri məlumatı praktik şəkildə yoxlamağa və istifadəçi ilə qarşılıqlı əlaqəni təmin etməyə imkan verir. Bununla da dərsimizin sonuna çatdıq. Əgər video faydalı oldusa, bəyənin, paylaşın və kanala abunə olmağı unutmayın. Sağ olun və internetdə təhlükəsiz qalın.